Azərbaycanın fauna və florası çox zəngindir. Ancaq ölkəmizdə bir çox heyvan növlərinin nəsli tükənməyə doğru gedir. Təəssüf ki, qırmızı kitaba düşən heyvanların sayı ildən ilə artır. Bu əsasən quru onurğalarına aid olan növlərdir. Həm suda yaşayanlara, həm sürünənlərə, həm quşlara, həm də məməliklər faunasına aid olan növlərdir ki, sıralarında azalma müşahidə olunur. Və bu azalmanın bir fakt da təsdiq edir ki, məsələn bizim ilk nadir fauna növlərinə aid qırmızı kitabımız ilk dəfə nəşr olmuşdu 1989-cu ildə. Orada cəmsi 108 növ heyvan növü daxil edilmişdi. Ondan 24 il sonra nəşr olunan ikinci qırmızı kitabda isə artıq 223 sayda gəlib çatdı. Yəni nadir və nəsli kəsilməsi olan, təhlükəsi olan növlərin sayı getdikcə artır. Və nəhayət sonuncu qırmızı kitab ki 2023-cü ildə nəşr olundu, 3-cü nəşr. Burada isə artıq nadir və nəsli kəsilməsi təhlükəsi olan heyvanların sayı, fauna növlərinin sayı 241-ə çatdı. Bu tendensiya təəssüf ki, getdikcə də artır. Təvəkkül İskəndərov bildirir ki, heyvan növlərinin azalmasının səbəblərindən biri də işğaldan azad olunmuş ərazilərdəki minalardır. Azərbaycan bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Hallardan biri də dağlıq ərazilərdə minalanmış sahələrdə ayı və onun bir neçə digər ayı fərdini və onun balasının minaya düşdüyü hallar olmuşdur. Və bu fakt ictimailəşdirilmişdi. Biz də bu faktı götürüb müraciət yazdıq, hazırladıq və o müraciət müxtəlif orqanlara, müxtəlif ekoloji təşkilatlara göndərildi. Çox az sayda bizə cavablar gəldi. Bu faktı pisləməklə yanaşı onu yaymağa dedilər bizim funksiyaya aid deyil. Tək minalanmış ərazi ilə deyil, ümumiyyətlə insan fəaliyyəti ilə bağlı vəhşi heyvanların arealı daimi kiçilir, daimi azalır. Bu, insanın təbiətə müdaxiləsinin getdikcə artması. Bu səbəbdən populyasiyalar zəifləyir, sıradan çıxır. Areal daxilində növün populyasiyasının sıradan çıxması bütövlükdə növün sayca azalmasına gətirib çıxarır. Fauna müxtəlifliyi üçün çox təhlükəli amildir. Və təəssüf ki, bu amil getdikcə də artmaqdadır. Nəsli kəsilməkdə olan heyvanların yaşayış yerləri qoruqlara çevrilməli, onların çoxalması üçün təhlükəsiz şərait yaradılmalıdır. Əli Novruzəliyev, Yunis Əhmədli.